Salam əzizlərim. Tava kebabın vurmanı ücədirəm. Elə həman 1 kilo ətə 350 gram soğan qatacaqsınız. Qoyacaqsınız bir gün qalsın. Ondan sonra gətirəcəksiniz. Tavan qoyacaqsınız, tava bir dağlansın. İndi hazır bu tava kebabı buyurama məzundur. Tamam əzizlərimiz. Baxın ki, nə halətdə buyurur. İndi hazır kebaba vəti salıram. İndi görəcəksiniz ki, nə halətdə buyuram ki, bətər ləziz və müqəblidir. Yaxşı. Ondan sonra qurunla sarımsağı qatmışam. Düzü tökəcəksiniz qırıqlarına. Gördür. Görəcəksiniz nə ləziz olur və yeməli. Ondan sonra pomidorlarımızı düzü vəsətdən böləcəksiniz. Gözən qoyacaqsınız quyruqların üstünə. Buduqdan bu işləri görəndən sonra qapağın yarım 20 dəqiqə qapaq qoyacaqsınız. Qəşəng qalacaq, bu özünü tapacaqdır. Ondan beraber bizim dostlarımız Zulfada Çaldıranda, Ay Rəhim Nəsiri Şəhərcan Çaldıranda maşınlı maşqa vardı. Məruf Ay Rəhim 9000. Nə mənə antik maşın istəsəz, orada xidmətinizdə vardı Zulfada. Şu marteli bu da SIP 914 514 68 SIP 5. Bizim əzizlərimizdən də məndən dadaşdır. Hər kəsin antik maşın niyaz oldu, eləyə bilər Zulfada Ay Rəhim 9000-dan təhiyyə eləsi. SIP 914 514 68 05. Təqdim tamamı əzizlərimizə. Ya Ali Xuda.